Dövlət İmtahan Mərkəzinin informatika vəsaitindən götürülmüş belə bir testi araşdıraq. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Burada 8 informasiya mənbəyi verilir. Diaqrama uyğun vizual, qoxu və həm vizual, həm də qoxu informasiyası olan variantı tapmaq lazımdır. Əvvəlcə bu diaqramlar haqqında qısa bir məlumat vermək istəyirəm. Euler diaqramları və ya Euler dairələri alt çoxluqlar arasındakı əlaqələri əyani olaraq göstərmək üçün istifadə olunan həndəsi sxemlərdir. Bu sxemlərdən ilk istifadə edilənlər arasında İsveçrə, Prussiya və Rusiya riyaziçisi və fiziki Leonhard Euler. Daha çox fərqliliyinə görə onlara Euler diaqramları deyilir. Sonralar İngilis riyaziçisi və filosof John Venn çoxluqlar arasındakı münasibətlərin qrafik sxemlə təsvir edilməsi metodlarını daha da təkmilləşdirmişdir. 1881-ci ildə Londonda nəşr olunmuş Simvolik Məntiq kitabında müəllif çoxluqlar nəzəriyyəsini öz diaqram sxemləri ilə izah edir. İndi bu cür sxemlər Euler-Venn diaqramları adlanır. Onun köməyi ilə çoxluqlar üzərində birləşmə, disjunksiya, kəsişmə, konjunksiya, fərq və tamamlama kimi məntiqi əməlləri vizual olaraq göstərmək olar. Diaqramdakı dairələr və ya ellipslər müəyyən çoxluqları təmsil edir, onların qarşılıqlı yerləşməsi isə konkret çoxluqlar arasındakı münasibətləri nümayiş etdirir. Məsələn, tutaq ki, natural ədədlərdən ibarət 3 çoxluq verilmişdir. A bərabərdir 1, 2, 5 rəqəmlərindən ibarət çoxluq. B çoxluğu 1 və 6 rəqəmlərdən ibarət və C çoxluğu 4 və 7 ədədlərindən ibarətdir. Bu çoxluqları Euler və Euler-Venn diaqramları ilə belə təsvir etmək olar. Sonralar bu diaqramların istifadə olunduğu sahələr daha da genişləndi. İndi Euler-Venn diaqramlarından təhsildə, biznes ideyalarının araşdırmasında, riyaziyyatda, statistik analizdə, ehtimal nəzəriyyəsində, informatikada, lingvistikada və bir çox başqa sahələrdə istifadə edilir. İndi isə test tapşırığındakı məsələyə nəzər yetirək. A variantındakı ədədləri uyğun dairələrə yazaq. Həmin ədədləri uyğun sözlərlə əvəz edək. Ellipslərdə və onların kəşfməsində olan sözlərin vizual və ya qoxu informasiya növünə aid olmasını yoxlayaq. Görürük ki, kükürt qazı qoxu informasiyası olsa da vizual informasiyaya aid deyil. Yəni kükürt qazı gözlə görünmür. Deməli A variantı doğru deyil. B variantını yoxlayaq. Ədədləri uyğun ellipslərə yazaq. Həmin ədədləri uyğun sözlərlə əvəz edək. Burada riyaziyyat dəftəri vizual informasiya olsa da qoxu informasiyasına aid olmadığı üçün bu variant da doğru deyil. Keçirik C variantına. C variantındakı ədədləri uyğun ellipslərə yazaq. Ədədləri uyğun sözlərlə əvəz edək. Burada kükürt qazı vizual informasiya deyil. Kükürt qazı gözlə görünmür. Bu variant da səhvdir. E variantını yoxlayaq. Ədədləri uyğun ellipslərə yazaq. Ədədləri sözlərlə əvəz edək. Riyaziyyat dəftəri, açıq panel, sönmüş telefon və konfet. Bunlar vizual informasiyaya aiddir. Kükürt qazı qoxu informasiyasına aiddir. Nərgiz gülü, fincanda qəhvə, yanan şam isə həm vizual, həm də qoxu informasiyası ola bilər. Deməli D variantı doğru cavabdır.